Hər kəsə salam. Dəyərli izləyicilərim, Bilinməyən Gerçəklər kanalının daimi və gənc izləyicisi Uğur bəy mənə yazaraq Napolyon Bonapartın Misir piramidasında gördüyü sirli yuxu haqqında video hazırlamağımı istədi. Mən də düşündüm ki, bu mövzu yalnız Uğur üçün deyil, bütün izləyicilərimiz üçün çox maraqlı olacaq. İlk öncə bu ideya üçün Uğur bəyə təşəkkür edirəm. Əgər siz də hansısa mövzunun kanalda işıqlandırılmasını istəyirsinizsə, şərhlərdə paylaşa bilərsiniz. Bəlkə də növbəti video sizin təklifinizlə hazırlanacaq. Fransanın məşhur imperatoru Napolyon Bonapart fəthləri və qeyri-adi irsi ilə tanınır. Napolyon haqqında bir çox maraqlı hekayələr mövcuddur. Onun Böyük Giza piramidasında keçirdiyi bir gecə isə bu hekayələrin içində ən müəmmalı olanlardan biridir. Deyilənə görə Napolyon piramidanın dərinliklərində tək başına bir gecə qaldıqdan sonra səhər üzü solmuş halda çıxmış, sadəcə yaxın ətrafına qısaca belə demişdi: "Əgər danışsam, heç kim inanmaz." 1798-ci ildə Napolyon Misirə böyük hərbi ekspedisiya başlatdı. Ekspedisiyanın məqsədi İngiltərənin ticarət yollarını bağlamaq və bölgədə fransız təsirini yaratmaq idi. Napolyon bir qrup alim, elm adamı və rəssamın müşayiəti ilə qədim Misirin sirlərini açmağı, onun mədəniyyəti, tarixi və xəzinələri haqqında məlumat toplamağa çalışırdı. Misir səfəri zamanı Napolyonun qoşunları Giza piramidaları da daxil olmaqla qədim dünyanın heyranedici möcüzələri ilə qarşılaşdılar. Fironlar üçün inşa edilmiş bu nəhəng tikililər Napolyonun təxəyyülünə də keçirdi və onların saxlaya biləcəyi sirlərə olan marağı alovlandırdı. Bonapartın Böyük piramidadakı hekayəsi də bu dövrdə ortaya çıxdı. Məlumatlara görə Napolyon 1798-ci il avqustun 20-sinə keçən gecə Böyük Giza piramidasına daxil olub. Bir neçə etibarlı adamın müşayiəti ilə o, piramidadakı labirint otaqları gəzib. Napolyon bütün gecəni yarasalar, əqrəblər və mumya ilə əhatə olunmuş Xeops adlı fironun məzarında tək keçirdi. Rəvayətə görə o, səhər piramidadan çıxanda üzü solğun, yorğun və qorxudan titrəyirdi. Piramidada nə gördüyünü heç kimə demədi, ta ki 23 ildən sonra ölüm döşəyinə gələnə qədər. Napolyonun Böyük piramidada gecələməsi hekayəsi xalq arasında məşhur olsa da, onun doğruluğu tarixçilər və alimlər arasında mübahisələrə səbəb olub. Bəziləri iddia edirlər ki, hekayə Napolyonun imicini artırmaq və onu Misir fironları ilə eyniləşdirmək üçün yaradılmış uydurma hekayədir. Digərləri isə bu iddianı dəstəkləmək üçün kifayət qədər dəlil olduğunu deyirlər. Hekayənin lehinə tez-tez istinad edilən əsas sübutlardan biri Napolyonun ekspedisiyasında onu müşayiət edən rəssam Dominik Vivant Denonun hekayəsidir. Denonun xatirələrində Böyük piramidanın içərisində keçirdiyi gecə təsvir olunur və Napolyon ilə bir neçə şəxsin varlığından bəhs edilir. Bununla belə, bəzi tarixçilər Denonun Napolyonun böyüklüyünü təbliğ etmək istəyindən təsirlənmiş ola biləcəyini düşünürlər. Napolyondan piramidada nə gördüyünü soruşduqda, yatağından ağrılı halda qalxıb cavab vermək istəyəndə birdən dayandı. "Ah, nə fayda," deyə mızıldandı. "Gördüklərimi sizlərə desəm də mənə inanmayacaqsınız," deyib yatağına uzandı. Bu hekayənin reallıqla hər hansı bir əlaqəsi varmı deyə internet üzərindən araşdırma apardım və heç bir rəsmi mənbə tapa bilmədim. Əvvəldə qeyd etdiyim kimi, onunla birgə piramidaya daxil olan yaxınlarının belə bu haqda heç bir qeydi yoxdur. Bütün bunlara baxmayaraq, Napolyonun Böyük piramida təcrübəsi hələ də sir olaraq qalır. Tarixçilər bu hadisəni mif kimi qəbul etsələr də, bir çox insan bu hekayənin arxasında gizlədilmiş dərin bir həqiqət olduğuna inanır. Napolyon gördüklərini özü ilə qəbrə apardı. Bəlkə də bu, sadəcə insan təxəyyülünün yaratdığı bir əfsanədir. Nə olursa olsun, bu hekayə bizə qədim dünyanın sirlərinin hələ də açılmadığını göstərir. Bəlkə də Giza piramidalarının divarları arasında hələ də kəşf olunmamış sirlər yatır. Siz necə düşünürsünüz? Napolyonun gördüyü yuxu sadəcə uydurma bir əfsanə idi, yoxsa tarix boyu gizlədilmiş həqiqətin kiçik bir parçası?